37. İki ölkənin sərhədində yerləşən Assu hövzəsi okean səviyyəsindən 402 metr aşağıdadır. Dəniz adlandırılsa da, hidroloji xüsusiyyətləri və coğrafi mövqeyinə görə o göldür. Gölə bir böyük və bir neçə kiçik çay tökülür. Orta duzluğu 320 promilli. Göl böyük təsərrüfat əhəmiyyətinə malikdir. Buradan da bilirik ki, okean səviyyəsindən 402 metr yerləşən aşağı ölü dənizdir. Ölü dəniz. Deyir bunun 5 litr suyundan alınan duzun kiloqramla miqdarını. 320-ni vururuq 5-ə. Bu da eləyir 0,1600 kiloqram. A gölünün ərazisində yerləşdiyi ölkələrin və bu gölə tökülən çayın adını müəyyən edib cədvəlinizə yazın. Yerləşdiyi ölkə İsrail, İordaniya arasında yerləşir. Gölə tökülən çay isə əsas çay İordaniya çayıdır. A gölünə aid olanları müəyyən edib cədvəlinizə yazın. Yerləşdiyi iqlim qurşağı tropik və subtropik. Sahilində formalaşan təbii zona səhra və yarım səhra. Yüksək duzluğun səbəbi yüksək buxarlanma, çayın az tökülməsi, yəni buradan çayın başlamaması. Əsas təsərrüfat əhəmiyyəti müalicə, rekreasiya, duz istehsalı,